Və aleykəssələm və rəhmətullahi və bərəkətuh. Sual olunur, qüsul etdikdən sonra dəstəmaz almaq lazımdır, yoxsa yəni həmən qüsulla birbaşa namaz qılmaq olarmı, deyə sual verilir. Sualın cavabına gəldikdə, Elhamdülillahi vahdə, və salatu və selamu alə mən la nəbiyyə ba'də, əmmə ba'd. Dəyərli müsəlmanlar, qüslün iki növü vardır. Vardır tərtibi qüsul, yəni ya duş altında və yaxud da dəstəkli ilə insan başına su tökür, qüsul edir. Buna tərtibi qüsul deyirlər, yəni sırayla olunan qüsul. Bir də vardır irtimasi. İrtimasi, yəni dənizdə, hovuzda, çayda, göldə, yəni bir kür suyuna girib çıxmaq. Buna irtimasi qüsul deyirlər. İrtimasi qüsul niyyət olunur, yəni dənizdə bir insan necə qüsul verir? Dənizdə suyu necə başına, bədəninə tökəcək? Deməli, insan dənizdə çimdikdən sonra qüsul etmək istəyəndə niyyət edir ki, qüsul edirəm, yəni niyyət qəlbdə olur, bir dəfə suya batır, yəni bədəninin bütün bədəni suya batır və çıxır, bu onun qüsuludur. Bu, irtimasi qüsul dəniz, göl, çay, bax bu cür yerlərdə bu şəkildə verilir. Bir də var tərtibi, yəni adətən bizim hər birimizin etdiyi qüsulu. O nədir? İnsan özü öz evində və yaxud da ki, hamamda dəstəkli ilə başına su tökür və yaxud da ki, duşun altına girir. Bir də bu qüsulu vardır. İki növ qüsuldur. Tərtibi qüsulun özü də, yəni bizim evimizdə etdiyimiz qüslun özü də iki cürdür. Vardır kamil qüsul, bir də var sadə qüsul. Kamil qüsul Allahın Rəsulunun daima etdiyi qüsul növüdür. Daima Allahın Rəsulu kamil qüsul edib. Kamil qüsul nədir? Bir insan hamamda çimdikdən sonra, yəni hamama aid bütün işlərini, təmizlik işini gördükdən sonra, hamamdan çıxmaq istəyəndə, cinsiyyət üzvünü yuduqdan sonra, əgər tam olaraq çimibsə, heç o cinsiyyət üzvünü yumağa da tam olaraq ehtiyac yoxdur. Çünki Rasulullah birbaşa qüsul verərdi deyə birinci cinsiyyət üzvünü yuardı. Deməli, niyyət olunur qüsula, ondan sonra dəstəmaz alınır. Yəni, tam namaz üçün aldığın bir dəstəmazı